Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq kömək göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində davam etdirilib. İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gündüz Yaşaroğlu Abbasovun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədi ilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlanmasına, habelə Kamran Alimoğlu Əsədov ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla ümumilikdə 11 nəfər üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara kömək göstərilməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Sumqayıt şəhəri ərazisində Sənan Rasimoğlu Hüseynovun xüsusi icazə almadan müvafiq normativ hüquqi aktların tələblərinə zidd olaraq gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub. Toplanmış sübutlara əsasən Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3, yəni gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədi ilə əldə etmə və 308.1-ci vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, Kamran Əsədova Cinayət Məcəlləsinin 302.3 və 32.5, 308.1-ci, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə köməkçilik, Sənan Hüseynova isə Cinayət Məcəlləsinin 302.3-cü maddələri ilə ittiham elan edilmiş, Gündüz Abbasov barəsində istintaq orqanının vəsadəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə İstintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirlərə seçilib. Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Qeyd edək ki, Kamran Əsədov əvvəllər də Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü və 310-cu maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəməyə verilib və məhkəmənin 18-ci 2-ci ay 2015-ci il tarixli hökmü ilə cərimə əlavə və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri əsas cəzasına məhkum edilib.